Herkese selamlar. Bugün ben isterdim bu videoda e, alıştığımız geçmişe gedim, travmamı anlayım ve burada benim yaşadığım problem ve hisler həll yolunu tapsın. Yolundan biraz kənara çıxıb, daha çox mənim son illərdə tətbiq etdiyim və çox gözəl nəticə gördüyüm, nəticə də dediyim özümü anlamaq, özümə kömək etmək deməkdir, özümü tanımaq deməkdir. Daha çox istəyirəm bugün biz sizinlə baxaq, hal-hazırda mənim tətbiq etdiyim həm özümlə, həm klientlərimlə. İndi və burada qalın, mənimlə hal-hazırda artıq formalaşmış halımla nə baş verir, formaya baxaq. Gəlin bunu daha asan da olması üçün istəyərdim bir misal üzərindən gedək. Çünki çox zaman yazırsınız, belə anlamaq sizə daha asan olur. Hamımızın belə bir yaşanmışlıqları var və biz adətən terapiyaya gedəndə istəyirik gedək, bilirik ki, çox travmalar, hər şeyin kökü keçmişdədir, uşaqlıqdadır və biz inanırıq ki, ora gedərək, orada səbəbləri anlayaraq, burada fərqli yaşaya bilərik. Gəlin, yetərincə tez-tez rastlaşdığım bir müraciətə baxaq. Yəni, klientlər gəlir mənim işlədiyim illər ərzində, çox işləmişəm bu istəklə. Məsələn, kimsə gəlir və deyir ki, mən, ya da Instagramda da olur mesajlar, mən böyük miqdarda puldan qorxuram, böyük qazancdan qorxuram, mən uğurlu olmaqdan qorxuram. Və əvvəllər mənə bu məntiqli gəlirdi. Hal-hazırda isə belə bir qorxunun əslində mövcud olmadığını anlayıram. Necə? Məsələn, əgər biz bu situasiyaya baxsaq, adətən bu zaprosla, bu istəklə seansa gələn insan artıq yetərincə illərdir işləyir, bəlkə bəlli bir şirkətdə, bəlkə özünün kiçik bir işi var. Və əgər söhbət böyük bir puldan gedirsə, uğurdan gedirsə, bu çox zaman ya şirkətdə artıq yetərincə böyük vəzifəyə qalxmaqdan gedir, hardakı məsuliyyət dəhşətli dərəcədə artır və ya əgər mən artıq şirkətdə deyil də, məsələn, öz biznesimi açmağa çalışıram. Bəlkə də kiçik, bəlkə də böyük, amma hədəflərim böyükdür. Gəlin razılaşaq ki, insan şirkətdə işləyəndə məsələ çox daha az olur. Sanki onun bir payı var o şirkətdə, o işləyir, məsuliyyətlərini bilir və onları yerinə yetirdiyi süreçdə heç bir problem yaşamır. Özəl bir təzyiq olmur. Sadəcə bu işi düzgün görməliyəm təzyiqi var. Əlbəttə ki, eyni şirkətdə belə, əgər mən artıq bezmişəm bu qazancdan, daha yüksək bir yerə getmək istəyirəm. Mən başa düşürəm ki, mənim vəzifəm qalxdıqca mənim məsuliyyətim artır. Mən başa düşürəm ki, mənim bu vəzifəyə qalxmaq üçün bəlli bir bacarıqlıqlarım olmalıdır, biliklərim olmalıdır. Bu isə tələb edir ki, mən gedim kurslara, bəlkə universitetə, yəni əlavə iş görüm. Baxın, insanın üzərində artıq nə qədər etməlisən kimi bir şeylər yaranır. Amma eyni zamanda da mən başqa bir qazanc, başqa bir səviyyədə uğur istəyirəm. Və ya təsəvvür edək ki, mən artıq həqiqətən hiss edirəm ki, mənim potensialım artıq yetərincə böyükdür. Mən illərdir işləyirəm bəlli bir şirkətdə, özümü bu sahədə çox güclü, çox professional hiss edirəm və düşünürəm ki, yetərincə bacarığım var və yetərincə əmək verə bilən bir insanam öz şirkətimi qurub böyütmək üçün. Özümü bəlli bir situasiyada tuturam, harada ki, daima eyni fikir beynimdə fırlanır ki, mən böyük puldan qorxuram, mən uğurlu olmaqdan qorxuram. Əlbəttə ki, bu yolda özünə kömək eləmək üçün insan gedir terapiyaya və keçmişə getsən, çox məndə belə hekayələr var illər ərzində. Məsələn, kiminsə babası varlı olub və varlı olarkən bəlkə həbsə düşüb. Ya da kiminsə babası pul qazananda həyat yoldaşı rəhmətə gedib, ya uşağı rəhmətə gedib.
ya valideynlər ayrılıblar, ya daha belə deyək, kasıb olan da daha xoşbəxt idi. Nəinki pul qazananda ailəmizdə həmişə problemlər yaranırdı. Və s. və ilaxır. Yəni belə misallar oxşar, bənzər çoxdur. Bəlkə də sənin də həyatında belə bir şey olub. Ya da məsəl üçün babamız çox varlı olub, amma sonra bu bankrotluğa gətirir və bizim ailəmizin dağılmağına, söz-söhbət olmağa, insanlar bizim haqda pis şeylər deməyə, dostları itirməyə, hər kəsin fərqli səbəbləri vardır, hansını ki, keçmişdən gətirə bilərik. Amma bəlkə sən də razılaşarsan ki, əgər səndə bu olubsa, ya da mən indi dediyim səbəblər, sanki okey, anladım, babamda olub, atamda olub, ailəmdə olub, uşaqlıqdan bunları görə-görə gəlmişəm. Məsəl üçün, pulun bizim ailəmizin üzərində olan təsirinə görə gəlmişəm və deyirsən, okey, mən bunu başa düşdüm, amma mən yenə də qorxuram. Amma mən yenə də irəliləyə bilmirəm. Sanki sabote edirəm özümü. Niyə bunu anlamaq mənə kömək eləmir? Çünki bu əsl səbəbi deyil. Bəli, keçmişdə bunu görmək, anlamaq bəlkə bəlli bir izah gətirir bugünümüzə, yəqin ona görədir. Amma əsl səbəb bizim içimizdə, bizim iç dünyamızda olduğuna görə, o anladığımız, keçmiş haqda anladığımız o məsələ, o səbəb bizə heç bir kömək etmir burada. Bəli bir yüngüllük verir, bəli bir aydınlıq gətirir. Baxın, əgər mən bir səviyyədən o bir səviyyə keçid etmək istəyirəm, ofis işindən şəxsi işə keçmək istəyirəm və mənim özüm haqda anlamadığım, bilmədiyim və ya vecimə almadığım autoagresiya varsa, yəni özümü böyük baskı altına salıb, bir şeyləri etmək məcburiyyəti tendensiyası varsa və bu yolda özümə qarşı çoxlu təzyiq tətbiq etmək, özümə mərhəmətsiz davranmaq kimi bir proseslər varsa və mən bundan fərqində deyiləmsə, bu məni ən gözləmədiyim anda tormozlaya bilər. Məsələn, eyni insan deyə bilər ki, oy, mən həyatda nələrə nail olmuşam, özümü belə olmaz dediklərimdən, alınmaz dediklərimi alındırmışam, özümü itələyərək, özümü məcbur edərək, özümə ya olacaqsan, ya öləcəksən prinsipi qoyaraq oldurmuşam bəzi şeyləri. Niyə indi bunu edə bilmirəm? Niyə indi alınmır? Bilirsiniz, bu tərəfə keçmədən öncə mən istəyərəm demək ki, biz indi burada bizimlə formalaşmış halda nə baş verdiyini anlamayanda və ağlımıza gəlməyəndə buraya baxmaq, burada axtarmaq, içimizdə qazmaq, biz məcburən halımızı başa düşmək üçün elə bir ki, keçmişdən o anladığımız, o travmatik təcrübəni bu tərəfə, bura gətiririk indiyə və o bir növ bir filtr kimi bizim gözümüzü kör edir. Biz gerçəyi, həqiqətən baş verənləri görə bilmirik. Məsələn, əgər mən bu dəqiqə baxıram və pəncərədən ağac görürəm və o yaşıl rəngdədir. Amma mən onun şəklini çəksəm və üstünə, məsələn, sepia filtre qoysam, mənə bir növ çaşqınlıq gəlir. Çünki mən bir növ elə ki, bilirəm bu o deyil. Axı, ağac sanki yaşıl olmalıdır, amma şəkil mənə israrla başqa rəngi göstərir. Baxın, bizim psixikamızda da elədir. Biz sanki hiss edirik ki, səbəb başqadır. Nəsə çatmır, amma axı deyirlər, səbəb budur. Səbəb bu keçmişdəkidir, amma bu yetmir mənə. Mən burada anlamayanda ki, mən burada indi anlamalıyım mənimlə nə baş verir. Mən elə bir ki, zorla bir növ o qulağından dartar kimi o travmaları gətirirəm bu günümə və bu mənə qoymur məntiqli düşünməyə. Hətta çox yetərincə məntiqsiz bir səbəblər tapırıq, özümüzə necəsə başa salırıq. Özümüzə də gülməli bəzən gəlir o səbəblər, amma o qədər o məntiqsiz səbəbləri yan-yana qoyuruq, düşünürük ki, artıq heç o qədər də məntiqsiz gəlməməyə başlayır. Baxmayaraq ki, onlar yenə də bizə indi burada problemimizi həll etməyə qoymur. Nə zaman ki biz
mənimlə indi və burada nə anladığını baş verdiyini anlayanda artıq keçmişdən səbəbləri gətirməyə və heç bir filtrə ehtiyac qalmır. Məsələn, mən fərqində olsam ki, mənim çox güclü autoagressiyam var. Mən illərlə də özümü itələyərək və şicəsinə məcbur edərək bir şeyləri oldurmuşam. Və məndə bu anlıq. İndi ilişmişəm, eyni metodla özümü itələməyə çalışıram, amma alınmır. Sanki bir növ burada işimi görürəm, eləyirəm özümdən gizlin. Amma eyni zamanda sanki qazla tormuza eyni vaxtda basıram, gedə bilmirəm. Nəsə məni qorxudur. Bu yolda, məsələn, mən düşünə bilərəm ki, sabote edim özümü. Başlayıram səbəblər axtarmaq. Yox, mənim ailəm üçün belə ola bilər. Bax, keçmişdə də ailəmizdə belə oldu. İndiki qurduğum ailədə, indiki özümə elə bəri başlayım. Birdən dostlarımı itirərəm, birdən yoldaşım elə, birdən mən belə, birdən öyle belə. Çox maraqlı səbəblər tapırıq ki, özümüzü bir növ durduraq bu biznesi, bu planlı işə həyata keçirtməkdən. Çünki onu bir düşünün, əgər mən bir şey etmədimsə, amma özümü başa salmışam niyə etmədim, mənə xeyirli olan səbəblərlə, onda mən bir növ özümdən əl çəkirəm. Mənim axı burada bayrağım var, mən başa salmışam. Yox, bax budur, bax, sənin üçün bu daha yaxşı, sənin üçün bu daha yaxşı. Elbə ki, uşağı sakitləşdirmək kimi. Bu yaxşıdır, amma fərqində olmadan ki, biz öz autoagressiyamızı sakitləşdirməyə çalışırıq belə. Ki, özümüzdən əl çəkək. Əgər mən bir işi yarımçıq qoydumsa və ya başladım, birazcık getdim dayandırdımsa və ya başlamadımsa, elə bir orada həmişə bir variant qalır ki, əslində başlasaydım edə bilərdim. Əslində istəsəydim alınardı, sadəcə mənim üçün xeyirli olan səbəblərə görə mən etmədim. Və onda bir növ insan bir içi yarımçıq qalır belə, ay birdən eləsəydim nə olardı, amma eləmədiyimə görə də özümə şiddət və aqressiya tətbiq etmirəm. Özümü loser, uduzdun, alınmadı, nə gündəsən deyərək məhv etmirik. Amma əgər mən bu işi başladım və mən bunun alınmasını çox istəyərəm, o uğuru, o pulu, amma məndə hansı səbəbdən alınmadırsa və mən özümü məhv edəcəmsəm və mən illərlə özümü belə bir növ, mənim bir misalım var, o atı qamçılayaraq kimi özümü insan kimi deyil də, bir robot kimi davranmışam, hissiyatı, hissiləri olmayan bir robot kimi, bir at kimi, bir heyvan kimi davranmışamsa, onda bəlli bir nöqtədə bizim hamımızın limiti var, nə dərəcədə biz özümüzü itələyə bilərik. At da bir zamandan sonra yıxılır yerə və qalxmır. Biz gəlirik o limitə çatırıq, harada ki bizim bir növ həyatda qalma instinktimiz oyanır və deyir ki, mən ora getməyəcəm, bizi tormozlayır. Niyə? Çünki biz bir yerlərdə çox gözəl bilirik ki, nə dərəcədə acımasız ola bilirik özümüzə qarşı. Və əgər mən də bilsəm ki, əgər mən sabah gedirəm, təsəvvür edin, mən uşağım ya da sizin uşağınız var, mən bilsəm ki, mən qiymətim zəif olsa, mənim valideynim acımasız olacaq mənə qarşı ya da anlayacaq, mən də ya istəyəcəm dəli kimi özümü məhv edəcəm ki, o sadəcə 5 olsun və bu yolda çox yorulacam, nifrətim oyanacaq valideynimə qarşı, dərslərə qarşı, ya da özümü bir növ sabote eləyəcəm, ya xəstəliyə vuracam, ya zəifliyə vuracam ki, məndən artıq əl çəksinlər. Məsələn, mən öz uşaqlığımdan çox gözəl xatırlayıram ki, mənim, məsələn, böyük bacımla müqayisədə bilik bacarıqlarım daha zəif idi. İndi həyatıma bu təsir eləmir, yəni gördüyünüz kimi istədiyim yerdəyəm, istədiyim kimi işləyirəm. Amma o müddətcə məktəbdə oxuyanda mənim qiymətlərim 4 olurdu, 3 olurdu, 5 də olurdu, amma daha çox 4 alan idi. Mənim isə valideynlərim, anam məsələn çox öyrəşmişdi ki, bacım daima 5 alır bütün fənlərdən. Və mən çox gözəl xatırlayıram, baxmayaraq ki, keçmişimi demək olar ki, xatırlamadığıma baxmayaraq, mən o bəzi momentlər var, hansı ki, çox gözəl xatırlayıram hisslərlə. Məsələn, bilirdim ki, mən bugün 4 aldım ya 3 aldım və mən bilirdim ki, nimama gələcək və bunu biləcək və bizim evdən, məsələn, məktəbdən evə qədər bir 15 dəqiqə ayaqla yol idisa, o danlağı eşidəcəm, o məyus olmuş üzü görəcəm və mən
hər dəfə o dövrdə alanda, o qiyməti alanda onu bilirdim və o qədər qorxurdum, istəmirdim ki, mama gəlsin, götürsün, o yolu getməyi istəmirdim. Yəni başa düşürsüz, insanın uşaq ikən əlbəttə ki, anlamırıq nə baş verir bizimlə. Amma o içimdə həm özümə qarşı oyanan hirs, həm mamaya qarşı oyanan hirs. Yəni görürsüz, mən anamı belə görmək istəmirdim. İstəmirdim gəlsin mən götürsün ki, yetər ki, mən o hissləri yaşamayam. Bax, eyni proses bizim özümüzün arasında keçir. Harda ki, mən özümdən qorxuram, o məndən, hansı ki idealdır, hansı ki hissləri yoxdur. Öylədir ki, eləməlisən və s. Çaq, 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 çaq. Mənə vecmə deyilsən, nə hiss edirsən, mənə vecmə deyilsən də bu onlar ya alınmaz, ya edəcəksən, ya öləcəksən prinsipindən olur. Və mən bunu çox gözəl anlayıram özüm haqda. Və artıq bir müddətdən sonra görürəm ki, mən bunu özüm üçün bunu edə bilmirəm. Çünki mənim üçün daha rahatdır ölmək və heç nə etməmək. Nəinki, məsələn, bu biznesi başlamaq, uğura doğru getmək, qazanca doğru getmək və birdən hansısa səbəbdən mənim o beyində planlandığım alınmasa, mən bilirəm ki, mən özümü məhv edəcəm. Söhbət bir də ki, məndən getmir, ümumən gedir insanlardan. Mənim istədiyim alınmasa, istədiyim kimi alınmasa, mən o qədər autoagresiya tətbiq edəcəm özümə qarşı ki, bunu etməsəm, ora getməsəm daha yaxşı. Təsəvvür edin, siz də bilirsiniz ki, əgər nəsə bir səhv eləsəniz, kimsə sizi məsələn heyvancasına döyəcək ya da sözdə agresiya tətbiq edəcək, emosional şiddət tətbiq edəcək. Siz də ya o insanla olmaq istəməyəcəksiniz, ya o insanla daima gizlənəcəksiniz, az qala özünüzü ölüyə vuracaqsınız. Yetər ki, bu proseslərlə qarşılaşmayasınız. Yəni, biz bir növ o ideal obrazımızdan hansı ki, məqsədlər qoyur, özünü nəzərə almadan tələblər qoyur bizə qarşı. Biz özümüzü bir növ, bir robot, bir heyvan kimi görürük, sadəcə işlətdiyimiz bir at kimi görürük, hissləri nəzərə almırıq və o nəzərə almadığımız hisslər, o qorxular əslində bizi sonra tormozlayır. Biz getmək istəmirik o hisslərə. Çünki bizə elə gəlir ki, hisslər bizi zəif edir, amma əslində isə hisslər bizi insan edir. Bizim üçün isə insan olmaq çətin gəlir. Çünki insanın hissləri var və hissləri nəzərə almaq, yaşamaq çox daha çətindir. Nəinki ideal obrazda olub, robot kimi, hissiz, amma çaq, 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 çaq sadəcə iş görən bir maşın kimi olmaq. O daha asandır. Çünki hisslər insanı məcbur edir bir nöqtədə dayanmağa, düşündürməyə və bu bizə bir maneə kimi gəlir. Bu nədir, bunu kəsək ataq, bu olmasın, bundan qurtulun, bu nədir axı mənə mane olan, yəqin keçmişdəki travmada, yox o deyil. Yəni, əslində biz, mən uğurdan, mən böyük puldan qorxuram cümləsini, mən özümdən niyə qorxuram cümləsini dəyişdirsək, onda bizə daha asan olacaq anlamaq ki, niyə biz uğurun arxasınca gedə bilmirik. Hətta fikir verin, məsəl üçün biz səbəblər gətirəndə ki, keçmişdə pul qazandı, atam belə eləmişdi, babam belə eləmişdi, nənəm belə eləmişdi, belə. Biz yenə də pul barədə danışmırıq. Pulun insanın üzərində olan təsirindən danışırıq. O pul insanın əlinə keçəndə insanın edə biləcəklərindən danışırıq. Yəni, mən deyəndə ki, mən uğurdan qorxuram, və keçmişdən dartıb o səbəbləri bura gətirəndə mən əslində deyirəm ki, mən də qorxuram ki, mən belə edərəm, mən yoldaşımı aldadaram, mən çarcur edərəm, mən qorxuram ailəmizi dağıdaram, mən qorxuram fikrimi yayınar başqa yerlərə. Yəni biz, insan yenə də özündən qorxduğunu deyir, amma onun adını mən puldan, mən uğurdan qorxuram adlandıraraq özünü yanlış bir yönə aparır. Oturur və anlamır nə baş verdiyini. Yəni, səbəbi nə qədər net, nə qədər doğru adlandıra bilsək, adını qoya bilsək, o dərəcədə çox aydın olar situasiya. Yəni, bu misalın üzərindən gedərək bunu biraz açmağa çalışdım, amma hər hansı problemi də buradan gedərək başa düşə bilərik. Yəni, indi və burada mənimlə nə baş verir? Məni indi nə durdurur? Keçmişdəki yox. İndi mənim daxili dünyamda hansı proseslər baş verir ki, mən irəliyə gedə bilmirəm. Mən durub yerimdə qalmışam. Mən özümü sabota edirəm. Mən istədiyimə nail ola bilmirəm. Əslində mən nədən və ya kimdən qorxuram? Mən başa düşürəm, keçmişdə də mən də daha çox gedərdim bu
gedək, keçmişdə nə baş verib, yəni karyeramın ilk illərindən və əlbəttə ki, fərqli populyar olan terapiya növləri var, ailə dizimi, seriallar da bu barədə çəkilir Netflixdə. İnsana elə gəlir ki, gedim, keçmişdə anlayım nə baş verdi və o sanki avtomatik olaraq təsir etməlidir bugünkü, buradakı mənə. Biz buna alışırıq, amma bu elə işləmir. Biz orada səbəbi nə qədər də gedib bəzi səbəbləri anlasaq da, indiki mən sadəcə burada özümüzü tanıyaraqdan dəyişə bilər. Biz sadəcə elə direkt olaraq özümüzə kömək edə bilərik və bunun üçün mən artıq özüm də şəxsi terapiyada olarkən və klientlərlə işləyərkən 99.9% situasiyada biz keçmişə getmədən indi özümüzlə işləyərək keçmişin səbəblərini də anlaya bilirik. Əslində o avtomatik olaraq aydın olur ki, keçmişdə onda bununla görəymiş, nəyisəymiş. Ehtiyac yoxdur ora getməyə. Cəhd elə özündən bu prinsiplə işləmək, hansısa bəlkə səni narahat edən situasiyanı götürə bilərsən indi və bu prizmadan baxa bilərsən. Keçmişə getməsəm, indi və burada özümə baxsam, məni durduran nədir sualını soruşsan və birazca nə qədər bacardığın qədər dərinə getməyə çalışsan, bəlkə daha çox anlayarsan. Bu qədər. Gələn həftə görüşək.